Salam dostlar, söz analizi rubrikamız davam eləyir. Nobelli yazıcı Orxan Pamukun bir fikri var. Deyir ki, əgər Osmanlı imperiyasında portret çəkmək qadağan olunmasaydı, biz indi başqa bir Türkiyədə yaşamış olardıq. Yəni miniatürlərə icazə var idi, ancaq insan portretini çəkməyə icazə yox idi. Bunun kökü hardan gəlir? Bu İslamın bütpərəstliyi ilə müharibəsindən, mübarizəsindən gəlir. İnsan təsvirləri qadağan olunub, yəni bütpərəstliyi ilə mübarizə kontekstində. Və bu zaman-zaman ədəbiyyata və sənətə də öz təsirini göstərib. Eyni zamanda İslam şərqində kinonun, teatrın çox az inkişaf eləməsinin səbəblərindən biri də budur. Və klassik ədəbiyyata da bunun öz təsiri var. Yəni irfanda da görüntü həmişə bir balaca şeytani sayılıb. Hətta mən deyərdim ki, müasir dövrümüzə də bu inancın, bu qənaətin bir təsiri var. Məsələn, radiodan biz məlumatları daha yaxşı eşidirik, ona daha çox vaqif oluruq, nəinki televizordan olanda. Görüntü sanki diqqəti bir balaca yayındırır, ancaq yalnız eşidəndə o sənə daha çox sirayət edir. Bunun kökü də onunla bağlıdır ki, yəni Peyğəmbərlər Tanrını dinlədilər. Eşitmək sözündə iki dənə məna var. Yəni bir var fiziki olaraq eşitmək, qulağın səs dalğasını qəbul eləmə prosesi. Bir də əməl eləmək, yəni eşitdiyinə əməl eləmək. Deyir, filan kəs məni eşitmir, yəni dediyim sözə qulaq asmır. Yəni Tanrını eşitmək hər iki mənadadır. Yəni Peyğəmbərlər Tanrını eşitdi, həm də onların dediyi sözə qulaq asdı. Bu mənada görüntüyə qarşı yəni bir antipatiya var İslamda və irfan kontekstində. Məsələn, Füzuli təsadüfi demir ki, əgər su damənin tutdum, rəvan döndərdi üz məndən və əgər güzgüdən umdum, sidq əks müdda gördüm. Güzgü kimi hər şeyi əks eləyən, olduğu kimi əks eləyən bir komponent belə sağı sol göstərməklə mənə əks müdda verdi. Yəni, görməklə həqiqətə gedib çatmaq qeyri-mümkündür. Çünki insanın görməyinin və qavramağının müəyyən bir hüdudu var. Bizim müasirimiz Vaqif Cəbrayılzadə də indi Vaqif Batılı o dər kimi tanıyırıq. Qədir Rüstəmova yazdığı şeirdə bu məsələdən çox maraqlı bəhs edir. Deyir, düş televizordan, Qədir Rüstəmov. Qərib səs gözəldir qeybdən gələndə. Doğrudan da belədir. Yəni səs görüntüsüz gələndə insana daha çox təsir edir. Nəinki ekranda görəsən ki, bu adam, oxuyan bu adamdır, əlində qaval, ifaçılıqla məşğuldur. Bu məsələyə Aşıq Ələsgərin münasibəti də çox maraqlıdır. Məşhur şeirində deyir ki, məşhur şeirin son bəndlərində haqqla haqqı axtaran hakim tapar qulaqla göz arasında. Yəni bu həm də deməli qulaqla göz arasında həqiqət axtarışı həm məsafənin yaxınlığını bildirir, həm də bayaq bəhs elədiyim kontekstdə Musa Peyğəmbərin bir əhvalatına göndərmə eləyir. Bildiyiniz kimi qövmü Musanın başına yığışdı və Tur dağının yaxınlığında ona dedilər ki, Tanrını bizə göstər, göstər inanaq. Tanrı da görüntünü sevməz, o görünməz, yəni o bəlli olar, o təcəlli eləyər, görünə bilməz. Musa da kəlamullah olduğu üçün, Tanrı ilə bir başa danışdığı üçün Tanrıya deyir ki, qövmüm məndən səni görməyi istəyir, mən nə edeyim? Musa deyir, Tanrıdan səda gəlir ki, ya Musa, Tur dağına bax, o yerində dayansa sən məni görə bilərsən. Musa Tur dağına baxır və Tur dağının üstünə işıq düşür, o yerində cilvələnir. Cilvələnmək, spiralvari rəqs eləmək, işığın altında spiralvari rəqs eləmək. Sanki dağ göbək rəqs eləyir Tanrının qüdrətinin altında və o işığa Tanrının təcəllası deyirlər. Seyidin, Şəhriyarın olduğu dəqiq bilinməyən bu qəzəldə də həmin məsələyə göndərmə var. Mənə elə gəlir ki, bu Seyidin estetikasıdır. Mən bunu daha çox Seyidin beyti kimi qəbul edirəm. Çünki Seyid Əzim Şirvani bu qəzəli yazıb, Şəhriyar buna nəzirə yazıb. Qəzəlin qalan hissələrini isə bizim Hacı Baba Hüseynov xanəndə tamamlayıb. Bütöv şəkildə ancaq Şəhriyarın qəzəlində də var, başqa əlavə beytlər də var. Nəsə, sözüm onda deyil, mən əsas kontekstə qayıdıram. Deyir, gəl çıxaq Turi Təcəllaya, sən ol cilvi-i Tur, mən də Musa kimi ol, Turi Təcəllaya gəlim. Yəni, ilk baxışdan deyə bilərsiniz ki, Aşıq Ələsgərin şeiri ilə bunun arasında bir qohumluq yoxdur, lakin var. Doğrudan da haqqla haqqı axtaran hakim tapar qulaqla göz arasında, həm məsafə baxımından yaxınlıqda, həm də görməklə eşitmək arasında. Eşitmək İslamda, irfanda daha müqəddəsdir. Sufilər də gözlərini bağlayıb deməli qulaqlarını açıb dinləyirdilər. O sözlər onların ürəyinə daha çox təsir eləyirdi. Hətta şərq idman növlərində də var. Gözləri yumub ustanın təlqininə
gedirsən. Yəni o sənə təlqin edir ki, sən qüdrətlisən, bütün bədən hərəkətlərini, fiziki hərəkətləri eləməyə qadirsən. Eyni zamanda ruhun məşqləri də bu cürdür. O yerdə ki, güzgüdən sidq umuf, əks müddəa görürsən və o yerdə ki, görmək iqtidarı sənə heç bir kömək eləmir, onda qulaqlarını açıb haqqın səsini dinləməlisən. Bu səs sənin içindən də gələ bilər, göylərin ənginliklərindən vəh kimi, ayə kimi də gələ bilər. Və sən həqiqəti doğrudan da qulağınla gözün arasında qavrayıb anlayırsan. Var olun, hamıza uğurlar arzulayıram.